Bir dəqiqə mənim maşın duracaq. Sabahınız xeyir olsun, gününüz aydın olsun, işleriniz avanda olsun. Saat neçədir? Onu işləyib 15 dəqiqə. Onu 15 dəqiqə işləyib. Görün Nərgiz xanım harda? Həmişəki kimi qara adamlar iş başında. Yenə xəstəyə baxmağa gedirik. Vəzifəmizdir, borcumuzdur. Yani Bakı kətlərini sevirsiniz mi? Ben çok sevirəm əslində. Çok gözəldir. Bunlara baxanda qədim kinolar yada düşür. Gözəllikdir hamısı. Elə deyil mi? Qoyun çəkim sizə yolu. Baxın görün xoşunuza gəlirmi? Nərgiz xanım hardadır? Tapın görün. Telefonu tutup kulağına o xanım 2 saatdir danışır. Bunlara kişilər necə dözürlər ha, belə arvadlara. Mən telefon danışığım ancaq odur. Salam, sağ ol. Bir padrugam var. Bir padrugam var. Həmişə deyir ki, Nərgiz, sənə zəngiləyəndə o dəqiqə sual işarəsinə dönürsən. Yəni nəyə zəngiləmsən? Ona da buradan salam deyirəm. Çok istəyirəm onu. Sözü üzümə dediyinə görə. Bəli, çölün düzündəyəm. Piyadayam. Taksi şoförləri imkan vermir, düzdür. Hara gedirsiniz? Xəstəxanaya gedirsiniz. 1 manatdan apar, ay bonam istəmirəm də, mən təmiz hava almaq istəyirəm. Görsünüz qolum da qısadır. Yəni pincəyim əlimdə. O qədər mənə bu hava xoş gəlir. Mən niyə gedib taksiyə binməliyəm, özdə pinci taksiyə? Onsuz da avtobusda 172 nömrəli avtobusda bir dənə qadın özdə pekarnadan çıxmışdı işdən. Mən heç kəsə heç nə demirəm. Sadəcə olaraq sizə bunları göstərmək istəyirəm. Baxın. Bakı kətləri. Yay qutarıb, amma havası var elə. Görürsünüz nə qəşəng havadır. Bəlkə dənizə gedək. Nə deyəcəkdim? Pekarnadan çıxmışdı işdən. Başımın üstündə durmuşdu avtobusda. Bütün pekarnanın iyi qarışmışdı onun bədəninin iyinə. Neçə dəfə yer boşal, dözə bilmədim. Xanım, keçin əyləşin də, qəşəng yer var. Deyirəm, da düşəcəm indi. Düz söykəndi, bax, mən oturmuşdum, düz söykədi çiynimə, bədənini. Mən nə zülüm çəkdim. Gözəlliyi görürsünüzmü? Sonra demeyin ki, ay həkimlər belə qudurğandı. Ay həkimlər belə kabinetdir, müdür stolunda. Müdür stolunda oturmamışam, heç vaxt oturmaram da. Mənim işim ancaq bax bu çöllərdə, sizlərin dalınca gəzməkdə. Axırda da gəlib şikayət eləyirlər. Həqiqətən o səhifəmdə paylaşdığım xanım həqiqətən ərizə yazıb, şikayət ərizəsi. Düzdür, məndən şikayət eləməyib, amma mənim xəstəm olduğu üçün və mən qara adam olduğu üçün mən danlandım. Qara adamlığa öyrəşmişəm.
Vəbşi qara adam sözünün tarixini bilirsiniz. O qədimi bir sözdür. Onu həmişə işlədiblər. Qara və ağ adamlar. Qara və ağ adamlar zəncilərdən gedir söhbət. Bir zamanlar bildiyiniz kimi Hindov söhbəti yoxdur, amma əvvəllər olub. Amerikada onları bu biri insanlarla bərabər, ağ adamlarla bərabər tutmurlarmış. Həmişə ən pis işlərə, ən çətin işlərə onları göndərirlərmiş və ona görə də onları həmişə sıxışdırırlarmış. Müasir insanı, həyatın qara adamı mən. Amma maşında gedir, mən qara adamam və bunu da qəbul eləmişəm. Siz necə adamsınız deyin görüm. Siz, ay mama it gəlir, it gəlir, it gəlir. Dəqiq, birdən tutsa nə edəcəm bəs? Bir dənə qoyuq keçsin, mən keçimdən, o dayanıb orada. Yox, o tutmur. Mən indi bu da yanından keçmiş. İndi sən keçmişsən, sən Gən keçirdim sizə onu. Sağ ol, Allah hamd olsun. Bu it məsələsin valla. Bu heyvan sevərləri məndən zəhləsi gedir hamısının. O görsən adamın üstünə gəlir. Bizdə nə gündədir. Ay Allah, çox sağ ol. Allah razı olsun. Burada. Baxın, indi canlı yayımda məni it tutsa, biləcəksiniz ki, Nərgizin sonu nə oldu? Bütün rəngim qaçdı, gördünüz rəngim. Bu heyvanlara bir nəzarət eləmək lazımdır. Bunları bir, nə bilim, sterilizasiya eləmək lazımdır. Əziz heyvan sevərlər, bu məsələnin üstünə düşün, nə olar? Bu heyvanların üstünə, heyvanların qayğısına qalınsın, onlara qulluq olunsun, onların peyvətləri olunsun. Onları nəzarətə götürən bir cəmiyyət yaransın. Gördünüz məni? Az qalmışdı məni it yesin. Bir dənə, bax, bu yürüşlərdə qorxduğum yeganə şey, bax, odur. Yeganə şey odur. İt məsələsi, küçə heyvanlarından, insanlara hücumlarından qorxuram. Gəlmir ki it dalınca. İndi oturub sizin yazdıqlarınızı oxuyacağım. Bu dəqiqə. Görün nə qəşəng yolkalar görün də. Çəkin baxın görün nə qəşəng yolla gedirəm. Buna baxın, nə gözəllik. Taksi şoförləri, taksilər buralarda o qədər deyil, küçəni getmək olmur. Görünüyor, buna bax, yaşıllığa baxın. Ay Allah, bu yerdəkilər nədir belə? Sarmaşıq gülü əkiblər belə artıq. Amma bu sarmaşıqların bir xasiyyəti var. Otları tanıyanlarınız var, deyin görün bu nə otdur belə? Bu sarmaşıqlar mən bilən ağacları qurudur, köklərinin bütün şirəsini çəkir, hamısını. Amma görürsünüz nə gözəllikdir. Sabahınız xeyir olsun, gününüz aydın olsun, işləriniz avanda olsun. Qoy indi bir dənə aç kimi taxım, oxuyum görüm nəsə yazan olubmu, mənə hələ tezdir. Saat neçədir? Saat neçədir? Saat 26, 28. Onun yarısıdır saat. Haradır ki bura? Yazan olmadı amma.
Hə, tanıyan oldu bura haradır? Qoyun özümə çörüm, baxım görüm nə yazmısınız. Deməli, günaydın, Türkiyə salamlar, salamlar deyirəm hamınıza. Aha, hello, Ivan Muzidki, hello, no speak English. Aha, sabahınız xeyir, salam, Türkiyə salamlar. Sonra, good morning, madam, good morning. How are you? Bunlara 100 dəfə cavab vermişəm. Bura haradır belə? Tanıyan oldu, bura haradır? Tanıyan oldu. Deyin görüm, tanıyanımız oldu, olmadı. Aha. Bura Bakı kəndlərindəndir, Can Nərgiz xanım. Bəli, mən qara adamam. Və onu da artıq qəbul eləmişəm. Eynən mənəm, yolda it görəndə. Oğlan olmasaydı mənim orada ürəyim partlayacaqdı. Çünki heç kəs yox idi. Yol tamam boş idi. Adam yox idi. Ancaq maşınlar idi. Oğlan sağ olsun. Dedi qoy sizi keçirim itdən. Haradır ki bura? Bura Bakı kəndidir. Salam. İz Moskva necəsən? Zamin salam. Moskvada vəziyyət necədir? Neyinirsiniz? Vəziyyət necədir oralarda? Səlminaz salam. Salam. Səlminaz bilərsən də buralar haradır? Sizin kənddir. Səlminaz bildi bura haradır. Sizlə bir kəndə gəlmişəm. Burada xəstəyə baxmalıyam. Səhər-səhər saat 10 üçün deyiblər. O qədər gecikməyi sevmirəm. O qədər söz götürməyi sevmirəm ki, saat 10-un yarısıdır, mən artıq işdəyəm. Heç kəs yoxdur ki, mənə xəstəni göstərsinlər. İndi o kim ki xəstəsidir, həkimlər özləri gəlməyiblər ki, mənə xəstəni göstərsinlər ki, doktor bu xəstəyə baxın, konsultasiya edin. Xoş gəlmisiniz bizim kəndə. Səlminaz bildi. Səlminaz necəsən, neynirsən? Buyurun bizə qonaq olun. Gələr amma Allah yaxındayam. Sən böyle sizdə də təmir olunub. Xəstəxanamız. Gəlim orada baxım görüm necədir oralar. Hava da nə qəşəng deyə Səlminaz fikir verirsən. Ay Allah, təyyarələrə bax. Adam lap gəzməyə getməyi istədi. İstirahətə ki, çox qəşəng havadır. Deyirlər havalar qızacaq ümumiyyətlə. İnşallah ki qızar. İnşallah ki qızar. Xəstəyə baxmağa gəlmişəm. Gəlim xəstəyə baxım. Görək ki, nə cərrahi problemlər var, nə yoxdur. Buyurun, xoşdur, gözünüzdə yeriniz var. Mən sənin bu yay bir daha başa düşdüm ki, sən necə vəfalı insansan. Təsəvvür eləyin ki, mən buzovnadaydım, istirahət edirdim. Səlminaz oradan gəldi, bu kənddən. Qısası bura Bilgəhdir, bilin. Bilgəhdən düz gəldi buzovnaya, mənim yanıma, orada istirahət yerinə, özdə necə gəldi. Əlləri setqa ilə dolu, pazarlıq eləyib. Mən onda başa düşdüm ki, sən necə vəfalı insansan. Bilgəhdir. Bilgəh. Bilgəhdə olmusunuz mu? Bax, bu taksi şoferləri prosta imkan vermirlər. Yolu da gedirsən, xəstəxanaya gedirsiniz, gəlin sizi manatdan apa. Ay balam, istəmirəm, mən bu təmiz havanı, bu cür gözəl havada gəzmək istəyirəm. Neyinirəm? Sadəcə olaraq itlərdən qorxuram. Çox həyəcan, çox stres keçirirəm. Həddindən artıq itlərdən çox qorxuram. Heyvanlarda bir təmizlik yox. Yəni o heyvan ağzı var da, birdən dişim vurdu ayağıma. Nə bilim, onda quduzluq var, yoxdur. Bəlkə mənə infeksiya düşəcək, ayağım sonra qanqren olacaq, öləcəm, öz başıma iş gələcək. Nə bilim, mən başa düşə bilmirəm ki, niyə bu heyvan sevərlər mənimlə tutaşıblar. Siz əgər mənim dediklərimə qulaq assaz, siz görərsiniz ki, mən heyvanların xeyrinə danışıram. Mən istəyirəm heyvanlara qayğı göstərilsin. Onlar nəzarətə götürülsün. Sevə-sevə qulluğunuzda hazıram, sizi çox istəyirəm. Çox sağ ol Səlmi, öpürəm səni.
Yəni o qədər istəyirəm heyvanlar insanlar kimi qayğı görsünlər. Necə insanlar qayğı görsür? Yəni bax mən şəhərdən durub Bilgiyə gəlmişəm ki, hansısa bir xəstənin biraz qarnı ağrıyır və yaxud ayağı döyənək olub və yaxud nəsə bir başqa bir cərrahi problemi ola bilər. Heyvan sevərlər düşəcək üstünüzə, siz düz deyirsiniz. Hə, Əhməd, belədir. Düşsünlər. Mən onları da yola gətirəcəm. Onlar axırda görəcəklər ki, mən onların xeyrinə deyirəm. Hə, bax, oradan, şəhərin o başından bura mən gəlmişəm xəstələrə baxmağa. Kimlərə görə? Sizlərə görə. Baxın, hamı maşında gəlir. Amma mən piyada gəlirəm. Mən bir nəfəsə piyada gəlirəm. Avtobusla, deməli, Koroğlu metrosu ilə gəldim avtobusda 172-yə mindim. Oradan da gəldim piyada. Gəlib düz onun yarısına çatdım. Yəni nə gecikmədim, ay bəhanə edeyim ki, ay mən profiliyə düşdüm. Yəni insan məsuliyyətli olanda, vaxtında evdən çıxanda, düz gələndə hər şey yaxşı olur. Amma yenə də danlanır. Şikayət ondan yazılmasa da yenə onu danlayırlar. Ona görə niyə? Ona görə ki, qara adamdır. Belə. Öpürəm hamınızı, özünüzdən müğayət olun. İnşallah görüşərik. Gedim xəstələrə baxım. Sağ olun, sağlıqla qalın. Heyvan sevərlərsə onların qayğısına qalsınlar. Bilə ki, sevirlər. Yalandan heyvanı sevirik deməsinlər. Elə onların da nəyə gücü çatır? Onlar da agitasiya aparmalıdırlar. Bax, mənim bu sosial şəbəkəmdə bu cür səhifəm var. Mən bunlar insanlara izah edirəm. Bəlkə hansısa bir qurumların tibbi savadı yoxdur və yaxud hansısa qurumlar işin dərinliyin başa düşmürlər. Ona görə mən o videonu çəkdim, qoydum ki, yəni bizim cavanlar küçədə pişiklərə yazıqları gəlir, onları qucaqlayırlar, dodağından öpürlər pişiklərin. Mən o uşaqlara heç cür izah eləyə bilmirəm ki, sən heyvanı sevə bilərsən, amma sən başa düşmürsən ki, oradan sən sonra gələcək həyatın pozula bilər. İstəyirsən heyvanı apar, get, peyvəndin ilətdir, sterilizasiya ilətdir, heyvanın qayğısına qal, çimizdir, təmizlə, qulluq ilə, mütləq pastelə buraxmaq lazım deyil heyvanı. Heyvanın da öz domik olmalıdır. Sənin öz evin olan kimi onun da öz domik olmalıdır. O orada, ay maşın dala qayıtdı desəm mənə tanıdılar. Sabahınız xeyir olsun. Gəlirəm, siz gedin, canlı yayımdayım. Gəlirəm. Hadi. Gedin. Gəlirəm, xəstələrinizi hazırlayın, gəlirəm. Öpdüm. Gördün deyir necə tuttum səni. Həkim yoldaşlardır. Onların xəstələrinə baxmağa gəlirəm. Sadəcə olaraq inanın sizin videonuzu neçə adama göstərmişəm ki, baxın həkim nə deyir. Bilgəhə salamlar. Salam hamıya. Bilgəhdə qəşəng hava var. Gəlin istirahətə. Və belə getsə təzədən çimərlik mövsümü açılacaq. Sağ olun, özünüzdən müğayət olun və mənim dediklərimə bir daha əhəmiyyət verin. Xahiş edirəm, mən dediklərimə bir də qulaq asın. Bir balaca düzgün agitasiya getməlidir. Əgər biz gələcək nəslin sağlamlığını düşünürüksə həkim kimi, o agitasiyanı mən eləməliyəm, izah eləməliyəm ki, gələcək nəslin sağlamlığı həm də heyvanlara düzgün qulluq qaydalarıdır. Heyvanlarla düzgün ünsiyyət qaydalarıdır. Yəni başıboş adama had göndərsə xeyri yoxdur, Əhməd. Başıboş deməyək, bir balaca bilirsiniz, insanlara təbliğ etmək lazımdır. Mən hərdən deyirəm, mən özüm də həyatda elə olmuşam. Eyni sözü bəlkə mən 10 dəfə demişəm. Və hər dəfə də deyirəm ki, bir sözü axı mən demişdim, amma gerək tənbəllik eləməyəsən. Eyni şeyi neçə dəfə deyəsən ki, insanların beyninə otursun.
İnsanlar mübarizə aparmasınlar səninlə. İnsanlar səni başa düşsünlər. Sabahınız xeyir, gözəl xanım, gözəl doktorumuz Nurlan Asalan. Necəsən, neynirsən? Hardasan? Sevirəm sizi, ürəyi gözəl insan və həkim. Mən də sizləri sevirəm. Mən çox sevinirəm ki, məni düzgün anlayan mənim izləyicilərim var və çox ümid edirəm ki, onların sayı biraz da artacaq. Yeganə həkimdir ki, düz danışır heyvanlar haqqında. Bəli, heyvan sevərlər əsasən təbliğatla məşğul olsunlar. Təbliğat ondan ibarətdir ki, heyvanlara düzgün qulluqlar olunsun və düzgün peyvəndlər olsun və düzgün sterilizasiya olunsun ki, onlar xəstəliklər yaymasınlar. Bəli, belə. Qoyun gedək yavaş-yavaş və artıq gözləyirlər. Yəqin 40-dır. 09:40. Mən saat 10-da olmalıydım. Hələ 20 dəqiqə qalıb. Mən artıq həkim var ki, yatağında paylaşır heyvanı. Həkim var ki, yatağında paylaşır. Biraz o məsələni düzgün izah edənlər lazımdır. Müəyyən məsələlərdə biraz ehtiyatlı olmaq lazımdır. Heyvanlar təbiətdə,